Salam hörmətli izləyicilər, bu gün sizə 9-cu sinif 2025 din test toplusundan 3 dənə sual izah etmək istəyirəm. Qeyd edim ki, bu suallar köməkli nitq hissəsinə aiddir. İsmin ən azı 2 halına qoşula bilən qoşmaları müəyyən edin. Burada ən azı ona görə yazılıbdır ki, 3 halına qoşulan qoşmalar da var bunların içərisində. Məsələn, kimi sözü adlıq, yiyəlik və yönlük hala qoşulur. Məsələn, sənin kimi oldu yiyəlik hal, Əhməd kimi oldu adlıq hal, yola kimi oldu yönlük hal. Demək 3 hala qoşulub bunu götürürük. Qədər əsasən sözü yönlük hala qoşulur. Ona görə bunu çıxırıq. Yalnız yönlük hala. Sonra yalnız çıxışlı hala qoşulur. 4. Qədər sözü də kimi sözü kimi 3 hala qoşulur. Bir var sənin qədər yiyəlik hal, əli qədər adlıq hal, yola qədər yönlük hal. 4-ü də götürürük. 5. İlə sözü adlıq və yiyəlik hala qoşulur. 2 hala qoşulur. Məsələn, sənin ilə, səninlə, bir də ola bilər atamla. Məsələn, bu zamanda olacaq adlıq hal. Sənin ilə olacaq yiyəlik hal, atamla olacaq adlıq hal. Bunu da götürürük. Çünki bizə deyir ki, ən azı 2 hala qoşulsun. Görə sözü isə yönlük hala qoşulur. Yalnız yönlük hala. Demək, 215-ci sualın cavabı uşaqlar nə oldu? 1, 4, 5. 216-cı suala baxaq. Hansı cümlələrdə qoşma işlənmişdir? Mən dərslərimi Ariflə, kim ilə? Ariflə öyrəndim. Burada ilə qoşmadır. Biri götürürük. Ariflə Həsən çoxdan dostluq edirdilər. Arif və Həsən, burada bağlayıcıdır, bunu çıxırıq. Onun dünyaca dərdi var. Onun dünya qədər dərdi var. 3-ü götürürük. Qədərlə qarşılığını qədərlə əvəz edirik və görürük ki, bəli, qoşmadır. O yavaşca danışırdı, yavaşca sözündə ca ədatdır. Ona görə bunu götürmürük. Cavabımız oldu uşaqlar 1, 3. 217-ci sualda baxaq. Bağlayıcı işlənmiş cümlələri müəyyən edin. Mən çox təkid etdim, ancaq baxın qarşılaşdırma bağlayıcısı qəbul etmədilər. Biri götürürük. Oğlanlardan ancaq Orxan gəlmişdi. Burada ancaq sözü məhdudlaşdırır, ədatdır. Yalnız təkcə Orxan gəlmişdi, bu ədatdır. Bunu çıxırıq. Sən ki bizdən öyrənirsən, buradakı qüvvətləndirir, ona görə ədatdır. Bu sənədləri də dünən gətirmişdi. Bu iştirak bağlayıcısıdır. Yəni nə isə gətirmişdi, yanında sənədləri də gətirmişdi. İştirak bağlayıcısı götürürük. Getdim, lakin onu orada tapmadım. Lakin sözü ilə həmişə bağlayıcıdır. Ona görə bunu da götürürük. 6. O dünən gəlib, mən isə getmək istəyirdim. Burada isə cavab, yəni daha doğrusu bağlayıcı isədir. Bu da qarşılaşdırma bağlayıcısıdır. O dünən gəlib, mən isə getmək istəyirdim. Yəni, amma mən getmək istəyirdim. Cavabımız hansı oldu uşaqlar? Deməli, oldu 1, 4, 5, 6. 4 dənə cavabımız oldu. Bugünkü suallarımızın izahı bu qədər. Əgər yararlı, faydalı oldusa, bəyənib paylaşmağı unutmayın. Sağ olun.